Qarşıdan müəllimlər günü gəlir və bilirsiniz ki, mən hər il ənənəyə sadiq olaraq istənilən bayramdan öncə sizlər üçün fərqli hədiyyə seçimləri önərirəm. Bu dəfə də düşünürəm ki, tam fərqli, tam səviyyəli, samballı, hər tərəfli, həm də ən əsası büdcənizdə uyğun olan bir hədiyyə seçimi sizlərə önərəcəm. İlk bağlamamızı açıram. Wow. Düşünürəm ki, bax belə bir hədiyyə bağlamasını istənilən müəlliməyə, istənilən iş kollektivindəki hər hansı bir özəl şəxsə, fərq etmir, ailənizdən, ən əsası özünüzə edə biləcəyiniz ən gözəl hədiyyələrdən biridir. Bir qutunu meyvə qurusu olaraq sifariş etmişəm, bir qutunu isə çərəzlər olaraq sifariş etmişəm. Bunu istənilən müəllimi olsun, nə bilim, rəhbərlik olsun, iş yoldaşınız olsun, kimə hədiyyə etsəz, tam ürəyincə olacaq. Çünki məncə xoşbəxtliyin ən dadlı forması belə təbii və sağlam ləzzətlərdir. Siz belə ayrı-ayrılıqda deyil də bir qutu sifariş eləyib, həm içərisinə çərəzlər, həm də ətirli meyvə quruları əlavə etdirə bilərsiniz. Əminəm ki, bu səhifədən də, bu fərqli hədiyyə seçimindən də yararlanacaqsınız. Bağdad, min dad bir hekayə.